Hamı bağlasın. Hı. Deməli, biz qalmışdıq harda? Ən son nəyə keçdik, müəllimlər? Yani bugün Python keçəsi deyildi biz. Python. Yəni, hətta onu Gəl, demişdik. gəlin Keçid belə eləyək də, testi əməliyyat sistemini yekunlaşdıraq, ondan sonra elə gedək də bir həftə onu, bir həftə bunu, bir gün onu, bir gün bunu tamam, daha doğrusu. Çünki əməliyyat sistemi tamam, yarımçıq qoya bilməyəcəm. Yarısını belə, yarısını elə eləməyək. tamam, Deməli, tamam. müəllimlər, biz iş masası haqqında danışdıq. Dedik ki, Windows əməliyyat sisteminin əsas obyekti fayllar və qovluqlardır. Fayllar üzərində biraz işlədik. Dedik ki, ad dəyişmə xüsusiyyətləri var. Faylların adında maksimum nə qədər simvoldan istifadə etmək olur? 255. Bəs 55. qovluqların adında Mənim adımda 256 idi, nədir qozluqlar? 256. 500-ə gələn. ikisində də eyni idi də müəllimə. Həm qovluqların, həm də faylların adında 255 Hə, simvol istifadə 255. Hə, dedik ki, faylın uzantısı da 5 simvol olur. Faylın uzantısı ilə birlikdə adı 260 160. simvoldan. Aha, və bunu belə Hə. demək lazımdır. Yaxşı, deməli, qovluqlar üzərində əməllərdən də danışdıq. Dedik ki, qovluğun ikonunu dəyişə bilirik. Qovluğun ümumiyyətlə qısa yolunu yarada bilirik. Dedik ki, qısa yolun həcmi nə qədər olurdu təxmini? 1 kilobayt. Aha, qısa yolun həcmi 1 kilobayt olurdu. Qısa yolun adlarını, Mətləb müəllim, qısa yolun adlarını saya bilərsinizmi? Başqa hansı adlar deyirdik qısa yola? Aşağı sayılan Axşamı yar sayı. yarın deyildi. Aha. İngiliscə adı nədir başqa? Shortcut nəsə belə bir şey olmalı. Ha, bəli, bəli. Düz müəllim. Deməli, qısa yollar ona görə yaradılırdı ki, failin özünə rahat keçid baş versin, failin özü burada yer tutmasın, sadəcə onun ikonunu yaradaq burada. Hülya müəllimə, qısa yolun üzərində hansı işarə olur? Müəllimlər, kim bilirsə deyə bilər. Qısa yolun üzərində Ox hansı işarə olur? işarəsi də, əyri Bəli, ox. bəli. Ox işarəsi olur. Biz ox işarəsindən bilirik ki, bu qısa yoldur. Məsələn, buradan tutaq ki, bu qədər hissəni sualda kəsib sizə atıb. Deyir, verilmiş hissədə neçə dənə qısa yol var? Üzərindəki oxları sayaraq qısa yolların sayını tapa bilərsiniz. Yaxşı, gəlin ümumi yekunlaşdıraq. Axırda mən sizə sual cavab eləyəcəm. Mikrofonları bağlayın indi. Deməli, biz gəlin bir kursor, bir də mouse'un göstəricisindən danışaq. Deməli, Notepad proqramını açıram. Sadəcə olaraq sizə kursoru göstərmək istəyirəm. Notepad proqramını yəqin ki, görürsünüz. Elə burada kursoru yanıb sönür. Bir düz xətt görürsünüz. Deməli, müəllimlər, baxın, ekranda yanıb sönən düz xətt adlanır kursor. Biri var kursor, biri var mouse'un göstəricisi. Kursor, bax, bu yanıb sönən düz xəttdə deyilir. Mouse'un göstəricisi, baxın, budur. Bax, mən hərəkət etdirdikcə burada ox işarəsi olur. Burada, məsələn, Rum rəqəmindən 1-ə oxşuyur. Hər yerdə fərqli-fərqli işarələr ala bilir. Buna deyirik, baxın, bura gələndə görürsünüz, pəncərənin düz küncünə gələndə belə bir ox işarəsi alır ki, pəncərənin çərçivəsindən tutub böyüdüb kiçiltmək üçün. Və yaxud da bura gələndə belə bir işarə alır. Bunlar hamısı mouse'un göstəricisidir. Amma kursor və bu ekranda yanıb sönən düz xəttdə deyilir. Deməli, mouse'un göstəriciləri müxtəlif ola bilər. Məsələn, Excel proqramını açıram. Excel proqramında göstəricilər çox dəyişir deyə burada göstərim sizə. Baxın, müəllimlər. Excel proqramında kursor burada baxın başqa cürdür. Ox işarəsi oldu. Bura gələndə belə oldu. Məsələn, bu küncə gələndə belə bir plus işarəsi olur.
Məsələn, bura gələndə belə olur. Bura gələndə belə bir plus işarəsi olur. Bu baxan belə də ola bilir. Yuxarı gələndə oxul. Yəni bu dəyişimlərin hamısı əslində mausun göstəricisini göstərir. Kursor yalnız düz xətt ola bilir. O da ekranda yanıb sönən düz xəttdir. Deməli, kursorun və mausun göstəricisinin nə olduğunu bildik. Yadınıza gəlirsə, keçən dəfə biz failin tam yolu və failin tam adından danışdıq. Kim deyər, failin tam adında mütləq nə olmalıdır? Nöqtə olmalıdır mənim. Nə olmalıdır? 2 nöqtə. Qoşan nöqtə. Failin Yol. uzantısı, Sağ olun. Bir nokta. yol və Bir uzantısı. nokta. Aha, hamısı. Yəni nə? Burada nə olmalıdır? Failin tam adında mütləq nə olmalıdır? Failin adı müəllimə, bir də tipi. Bəli, failin adı bir də tipi. Bayaq deyəsən müəllim də dedi uzantısı. Yəni failin adı və pi mütləq Fail adı. şəkildə olmalıdır. Olmasa, failin adı olmasa, o zaman buna nə deyirik? Yolu, failin yolu. Ay, sağ olun, failin yolu. Kim deyər, qovluğun uzantısı olurmu? Xeyr, Deyil olmur. müəllimə. Aha, qovluğun uzantısı olmur. Baxın müəllimlər, indi mən lövhəmi açıram. Qovluq və faillərin özəllikləri var. Qovluq və faillərin özəllikləri nədir? Qovluğun ola bilər adı. Baxın, qovluğun olur 1. Adı 2. Ölçüsü 3. Yerləşdiyi yer. Əsas xüsusiyyətlərindən söhbət gedir. Failin olur adı, qovluq kimi failin adı olur. 2. Ölçüsü 3. Yerləşdiyi yer 4 tipi. Deməli, müəllimlər, baxın, failin qovluqdan fərqi failin uzantısı olmasıdır. İndi gəlin bunlardan danışaq. Adı, ölçüsü, yerləşdiyi yer və tip. Deməli, baxın, mən hər hansısa bir failin üzərinə gəlirəm və bu fail. Bunun üzərində sağ düyməni vururam. Buradan baxın, properties əmri xüsusiyyətləri göstərir. Xüsusiyyətlərin üzərində vururam. Buradan fikir verin. Bax, failin xüsusiyyətlərində nə yazılır? Failin tipi PNG olması. Baxın, burada failin görürsünüz adı yazılır. Burada baxın, location'da failin yerləşdiyi yer yazılır. Size'da failin ölçüsü yazılır. Bax, bunlar failin əsas xüsusiyyətləridir. Müəllimlər, sizin uşaq səsləri gəlmir ki, çox üzrü hesab edeyim. Bugün biraz narahatdır. Deyil mənim. Deyil Aha, mənim. lap yaxşı. Yəni bir də narahatlıq olar sizə. Deməli, görürsünüz müəllimlər, failin əslində burada baxın, yaradılma tarixi var, dəyişdirilmə tarixi var. Yəni son daxil olduğumuz tarix falan var, amma bunları biz əsas götürmürük də. Failin adı, tipi, ölçüsü və yerləşdiyi yeri əsas götürürük. İndi bir də qovluğa gəlin baxaq. Baxın, qovluğun üzərində vururam, properties əmrini icra edirəm. Baxın, qovluğun adı var. Qovluğun amma tipi yoxdur. Görürsünüz, tipinə eləcə yazır ki, bu folder, yəni qovluq. Yerləşdiyi yer var və ölçüsü var. Yəni faildən qovluğun fərqi tipinin olmaması. Bu belə. İndi baxın, biz birdə var arxiv qovluğu. Baxın, görürsünüz, bu arxiv qovluğudur. Üzərində belə baxın, bir dənə yaxınlaşdırıram. Görürsünüz, belə elə bir sep işarəsi var, çəkiblər, sıxıblar. Buna arxiv qovluğu deyirik. Faillərin həcmini şəbəkədə ötürən zaman daha sürətli ötürək deyə faillərin həcmini azalda bilirik. Baxın, məsələn, bu Python tapşırıqlarının üzərində sağ düyməni vururam. Buradan compress to əmrini icra edirəm və zip fayl edirəm. Fikir verin, burada indi bunun dəqiqə. Baxın, burada bunun həmin o faylın
Biraz aşağı ataq. Görürsüz, həmin faylın arxiv faylı yaradıldı. Arxiv qovluğu deyək də yaradıldı. Əslində artıq bu arxiv qovluğu deyirik bəzən, amma bu arxiv faylı gedir. Çünki baxın bir dənə üzərində sağ düyməni vururam. Properties əmrini icra edirəm. Fikir verin, burada artıq tipi var. Tipinə deyir ki, .zipdir. Yəni bu fayl formasında olan qovluğa çevrildi. Yəni bunun artıq uzantısı var. Çünki mən bunu arxiv qovluğuna çevirməyim üçün hansısa proqramdan istifadə eləməliyəm. Mən WinZip-dən istifadə etdim. Ona görə də bunun formatı zip oldu. Format da odur ki, yəni uzantı da odur ki, hər hansısa bir proqram tərəfindən yaradılmalıdır. Bu arxiv qovluğu da WinZip tərəfindən yaradıldığına görə özünün formatını vermiş oldu. Baxın müəllimlər, özünün həcmindən arxiv faylının həcmi xeyli fərqlənir. Biri var, qısa yolunu yaradasınız. Qısa yolun həcmi 1 kilobayta yaxın olur. Yəni təxmini elə götürürük. Ondan çox olmur. Məsələn, bunun həcmi 124 kilobayt. İndi bunun həcmi özü də azdır. Bunun arxivi də az olacaq. Bunun arxivinə baxsaq, 89 kilobayta düşüb arxivi. Çünki biz bunu şəbəkədə göndərən zaman istəyirik ki, həcmini azaldaq, sıxaq, şəbəkədə rahat ötürülsün. Həmin adama çatanda üzərində sağ düyməni vurub extract all əmrini icra etsə, arxivdən çıxartmış olacaq. Bu belə. Bu bizim arxiv qovluğumuz. Mouse'un göstəricilərini dedik. İndi gəlin pəncərə növlərimizdən davam edək. Müəllimlər, Windows əməliyyat sistemində pəncərənin növləri harısı bir 4-5 cür pəncərə növümüz var. Baxın, mən burada Excel proqramını açdım bayaq. Gördünüz? İndi hal-hazırda Excel proqramının pəncərəsini görürsünüz. Buna deyirik proqram pəncərəsi. Baxın, proqram pəncərəsi bir dəqiqə lövhəni açaq. Deməli, pəncərənin növləri. Birinci, proqram pəncərəsi. Hər hansısa bir proqrama daxil olanda açılan pəncərə, proqram pəncərəsi adlanır. İkinci, qovluq pəncərəsi. Qovluq pəncərəsi. Və proqram pəncərəsini bir də göstərirəm sizə. Görürsünüz, Excel proqramını görürük hal-hazırda. Biz Excel-ə daxil olduq, Excel proqramının pəncərəsini görürük. Qovluq pəncərəsi nədir? Baxın, müəllimlər, bizim ümumiyyətlə Windows əməliyyat sistemində standart bir proqram olan File Explorer və yaxud da buna Windows Explorer deyirik. Tərcüməsi belədir, Windows-un bələdçisi və yaxud da qovluq pəncərəsi. Baxın, bu qovluq pəncərəsi bütün kompüterlərdə olur və kompüterimizdə nə ki qovluq var, hamısına keçid etmək üçün buradan istifadə edə bilərik. Qovluq pəncərəsini görə bilirsiniz, müəllimlər. Mən belə keçirəm. Məncə problem yoxdur, amma yenə də soruşum. Görürsünüz hal-hazırda. Əla. Əla. Deməli, müəllimlər, qovluq pəncərəsində bəzi məqamlar var, gəlin onlara toxunaq. Windows əməliyyat sisteminin versiyasına fərq var. Məsələn, məndə hal-hazırda Windows 11 əməliyyat sistemidir. Məndə qovluq pəncərəsi bir balaca dəyişir. Baxın, bu sol tərəf, bax, gördünüz, bax, bu sol tərəf, mouse'un göstəricisini görürsünüz. Bura deyirik hərəkət paneli, navigation paneli. Yəni, hərəkət paneli nə üçün istifadə olunur? Bizim kompüterimizdə olan bütün fail və qovluqlara bax, buradan keçid edə bilirik. Kompüterimizdə olan bütün qovluqlar burada var. Və biz bunun birinin üzərində vuranda digər qovluq açılır. Məsələn, kameranın üzərində vurdum. Bu, indi mənim flash kartımla bağlıdır, ona görə bunu açmayacaq. Məsələn, tutaq ki, dokumentin üzərində vurdum. Baxın, dokumentlə bağlı bütün qovluq pəncərələri açıldı. Məsələn, Zoom-un üzərində vurdum. Baxın, Zoom-la bağlı bütün qovluqlar açıldı. Yəni, elə bir qovluq yoxdur ki, biz kompüterdə buradan daxil ola bilməyək. Deməli, müəllimlər, bu qovluq pəncərəsinin hərəkət paneli hissəsidir. Qovluq pəncərəsinin ən yuxarısına, baxın, mouse'un göstəricisini hal-hazırda görürsünüz. Bax, bura başlıq zolağı deyirik. Başlıq zolağının sağ tərəfində
Görək bu zoomun işarəsini götürün buradan. Sağ tərəfində baxın 3 dənə düyməmiz var. Yaxınlaşdırıram. Baxın burada 3 dənə düyməmiz var. Bu birinci düyməmiz bu exit əmrinin ikinci hərfinə görə götürülür. Bu düyməmiz pəncərəni bağlamaq üçün istifadə olunur. Məsələn, mən bunu vursam, qovluq pəncərəsi bir dəfəlik bağlanacaq. Bu isə müəllimlər, pəncərəni tam ekran böyütmək. Baxın, əslində bayaq burada pəncərədə baxın bir balaca yer var. Baxın, bu sağ tərəfə fikir verin. Hətta bunu belə də eləyə bilərik. Biraz da kiçildə bilərik. Bax, bu pəncərənin tam ekran böyütmə əmridir. Mən həmin o komandanın üzərində vuranda pəncərəm tam ekran böyüyür. Baxın, burada iki məqam var, ha. Biri var, iki dənə üst-üstə düz bucaqlı. Baxın, birinin arxasında biri də var, görürsünüz? Belə olanda pəncərəni əvvəlki vəziyyətinə bərpa edir. Pəncərənin əvvəlki vəziyyəti bunun belə kiçik olma halıdır. Excel-i bağlayım, siz rahat görə biləsiniz. Baxın müəllimlər, bu pəncərənin əvvəlki vəziyyətidir. Görürsünüz, tam ekran deyil. Biri var, bir dənə düz bucaqlı. Bir dənə düz bucaqlı olanda pəncərənin tam ekran böyüdür. Görürsünüz, pəncərəmiz tam ekran böyümüş oldu. Yəni buna fikir verin. İki dənə düz bucaqlı olanda əvvəlki vəziyyətinə bərpa edir. Bir dənə düz bucaqlı tam ekran böyüdür. YouTube-da filan da belədir də bilirsiniz. Deməli, bu belə. Başlıq zolağının burada olan düyməsi minimize əmri. Minimize əmri, müəllimlər, istifadə olunur pəncərənin əvvəlki vəziyyətinə, daha doğrusu pəncərənin tapşırıqlar zolağına yığmaq. Baxın, bunu vuranda minimize əmrini, pəncərə bağlanmır. Bax, bunu vuranda pəncərə bağlanır. Bunu vuranda pəncərə bağlanmır. Pəncərənin tapşırıqlar zolağına yığır. Tapşırıqlar zolağı, baxın, pəncərənin bu aşağı hissəsində var. Bax, bura tapşırıqlar zolağı deyirik. İngiliscə bunun adı taskbardır. İndi biz bunu vursaq, əgər qovluq pəncərəsi, bax, bu minimize əmrini vursaq, pəncərənin yığmış olacaq tapşırıqlar zolağını. Görürsünüz? Bax, qovluq pəncərəmiz budur. Və tapşırıqlar zolağında bağlanmayan proqramların altında baxın, belə bir xətt olur. Görürsünüz, işarə olur. Windows 7-də bu işarə biraz rəngi şəffaf olur, belə başqa bir rəngdə olur. Biz oradan bilirik ki, bu proqram açıq vəziyyətdədir, bağlanmayıb. Deməli, qovluq pəncərəsinin düymələrini də dedik. Bir də müəllimlər, qovluq pəncərəsinin ən aşağı hissəsi, baxın, bu hissə görürsünüz, bura. Vəziyyət sətri adlanır. Ümumiyyətlə, bütün proqramlarda vəziyyət sətri pəncərənin aşağı hissəsində yerləşir. Pəncərənin aşağı hissəsində, baxın, vəziyyət sətrində hal-hazırda qovluq pəncərəsində 838 items, yəni 838 dənə obyekt var deməkdir. Obyekt də həm fail, həm qovluq deyildimi? Faillər və qovluqlar Windows-un əsas obyektləri sayılırdı. İndi baxın, bu hissədə, görürsünüz, burada saysaq 838 dənə obyekt var. Bəzən sizə pəncərəni belə bu şəkildə şəklini verir. Deyir ki, verilmiş pəncərədə neçə obyekt olduğunu tapın. Siz gəlməlisiniz vəziyyət sətrinə. Vəziyyət sətrində neçə dənə yazılıbsa, o qədər də obyekt var deməli. Bu belə. Əslində biz qovluq pəncərəsilə bağlı bir də başqa bir məqamımız da var, onu da keçməliyik. Amma ona birazdan qayıdacağım. Bax, burada görürsünüz, görünüş rejimlərimiz var. Bax, bu görünüş rejimlərini sizə keçməliyik. Bunlar imtahanda düşür. İndi keçək hələ ki, iş masamızla bağlı düzləndirmə, iş masasının ümumiyyətlə kontekst menyusundan danışaq. Müəllimlər, biz deyirik ki, hər hansısa obyektin üzərinə gəlib sağ düyməni klikləyəndə açılan, baxın, bu menyuya kontekst menyu deyilir. Kontekst menyu köməkçi menyu kimi də ifadə olunur. Deməli, kontekst menyuda biz nələri bilməliyik? Biri var fail, biri var qovluq. Baxın, fail və qovluğu gətirdim bura. Failin üzərində, daha doğrusu bunun hər ikisi fail, qovluqdur, üzrü sayın, konu yaratdı. Məsələn, bu faili gətirdik. Failin üzərində sağ düyməni vurduqda, görürsünüz, belə bir kontekst menyu açılır. Failin kontekst menyusundan, qovluğun kontekst menyusunun fərqi odur ki, əsas fərq nədir? Yəni, sizə imtahanda düşən fərq nədir?
Failin kontekst menüsündə faili hər hansısa bir proqramdan açmaq olur, görürsüz. Amma qovluq heç bir proqramda yaradılmır deyə, qovluğun kontekst menüsündə bu olmur. Bu belə. Yəni əsas fərq budur. Deməli, müəllimlər, biz dedik ki, pəncərə növlərimizdən biri proqram pəncərəsidir, ikincisi qovluq pəncərəsi. Gəlin pəncərə növlərimizi tamamlayaq. Üçüncü pəncərə növümüz dialoq pəncərəsi. Deməli, dialoq pəncərəsi. Dialoq pəncərəsi nədir? Baxın, mən hər hansısa bir obyekti silmək istəyirəm. Keçən dərs keçdik. Dedik ki, əgər zibil qutusuna düşməyini istəyirəmsə, hansı klavişlə silməliyəm? Delete klaviş. Bəli, delete klavişlə silməliyəm. Amma bir dəfəlik silmək istəyirəmsə, hansı klavişlər idi? Shift delete. Shift delete. Ona görə müəllimlər, burada gəlin biz shift delete-lə məsələn bu ikon yazılarını silək. Shift delete-i vurdum. Görürsünüz, mənə deyir ki, bunu silmək istəyirsinizmi? Yəni, bunu silmək istədiyinizə əminsinizmi? Çünki shift delete ilə siləndə bu bir dəfəlik silinəcək. Ola bilsin ki, mənim əlim shift delete klavişinə dəyib bilmədən bu obyekti silirəm. Ən azından belə bir dialoq pəncərəsi açılır və mənə deyir ki, bunu silməyə əminsinizmi? Belə açılan pəncərələrə dialoq pəncərəsi deyirik. Hansı ki, bizdən nəsə soruşur, bizdən dialoq qurur və biz ona cavab verməliyik, hə, yoxsa yox. Məsələn, başqa bir dialoq pəncərəsi göstərim sizə. Tutaq ki, Excel proqramındayam. Fayl menüsünə gəlirəm. Save as-lə hər hansısa bir faylı yaddaşa yazmaq istəyirəm. Baxın, yadda saxlama əmrini vuranda mənə deyir ki, save etmək istəyirsinizmi, yoxsa yəni çıxmaq mı istəyirsiniz? Bu məndən nəsə soruşur. Məndən belə qarşıma seçim qoyulan bütün pəncərələr dialoq pəncərəsi adlanır. Sonra keçdik növbəti pəncərə növümüzə. Dördüncü pəncərə növümüz bu dimin vəsaitində yoxdur, amma düşür. İpucu pəncərəsi. Deməli, müəllimlər, ipucu pəncərəsi nədir? Baxın, Windows əməliyyat sistemində hər hansısa bir obyektin üzərinə gələndə, görürsünüz, orada yazılır ki, nə vaxt yaradılıb, ölçüsü nə qədərdir. Baxın, görürsünüz, burada. Failin adı falan, bunlar haqqında bizə ipucu verir. Məsələn, bunun üzərində gəldim, bunun nə vaxt yaradıldığı, adı filan, hamısı uzunluğu nə qədərdir, neçə saniyə davam edir. Bu haqda bizə məlumatlar verir. Baxın burada. Buna deyirik ipucu pəncərəsi. Bir də müəllimlər, kömək pəncərəsi var. Kömək pəncərəsi hansı proqramdasınızsa, həmin proqram haqqında bir problem yaşadım. Tutaq ki, Excel-dəyəm. Excel-də diaqram qurmaq istəyirəm, amma diaqram necə qurulur, yəni diaqramın nə növləri var, biraz məlumat almaq istəyirəm. O zaman kömək pəncərəsindən istifadə edirik. Bunun üçün ya baxın burada bu işarə var, ha, bax bu sual işarəsi. Ya bundan istifadə etməliyik, ya da bunun klaviatura qısa yolu F1-dir, ya da funksional klavişlərdən baxın üzərinə gələndə aşağıda yazılır, görürsünüz? Bax burada yazılır. Funksional klavişlərdən F1 klavişini klikləməklə də kömək pəncərəsini çağıra bilərik. Mən bunu kliklədim, baxın, belə bir pəncərə gəlir. Burada mən, üzr istəyirəm, burada mən diaqram qurmaq dedim də. Diaqram charts'dır. Baxın bu chart. Bura daxil oldum. Buradan creating chart. Bura daxil oldum. Baxın burada məqalələr var. Diaqramla bağlı məqalələr. Hər hansısa birini açıb diaqramla bağlı məlumat ala bilərsiniz. Diaqramların növləri, necə qurulur filan. Digər məqalələri də oxuyub belə məlumat almaq mümkündür. Deməli, bu da oldu bizim kömək pəncərəmiz. Gəlin, pəncərə növlərimizi burada da tamamlayaq. Deməli, 5-ci pəncərə növümüz kömək pəncərəsidir. Kömək pəncərəsinin klaviatura qısa yolu F1-dir. Qovluq pəncərəsi haqqında danışdıq. Bunları da dedik. Qovluq pəncərəsinin digər adını burada yazıram. File Explorer. Və yaxud da digər adı buradan ox işarəsindən yazıram. Windows'un
bələdçisi. Bunları qeyd edeyim. Deməli, müəllimlər, yəqin ki, qeyd etmiş olarsınız. Davam edək. İndi keçək iş masamızın kontekst menüsünə. Deməli, iş masasında hər hansısa bir boş yerdə mouse'un sağ düyməsini klikləyəndə iş masasının kontekst menüsünü açırıq. Əslində, müəllimlər, iş masası deyirik də biz buna. Desktop. Əslində, desktopun özü də bir qovluqdur. Baxın, məsələn, Windows Explorer-ə gəlirəm. Buradan C diskinə gəlirəm. Buradan users papkasına gəlirəm. Buradan da, baxın, bu 99.455-də, baxın, desktop adlı fikir verin bir qovluq var. Bu əslində elə həmin pəncərədir. İlk dəfə kompüterimiz açılanda ekranda gördüyümüz görüntü var ha. Həmin o görüntü iş masasıdır. İş masasının özü də bir qovluqdur. Baxın, bu qovluğun içərisinə daxil olanda fikir verirsiniz, bayaqçıların hamısı burada var. Çünki Windows əməliyyat sistemi qovluqlardan ibarətdir. Qovluq və fayllardan. İndi bu da açılanda, ilk dəfə kompüter açılanda hansısa bir obyekt görməyimiz üçün bizə iş masasının içərisini açıq vəziyyətdə verirlər. Biz də bunu belə deyək də özümüzün iş masamız kimi istifadə edə bilirik. Deməli, iş masasının baxın bu boş yerində mouse'un sağ düyməsini kliklədim və bu açılan menyu iş masasının kontekst menüsüdür. Biraz bu tərəfdə açıram, rahat görəsiniz. Baxın, müəllimlər, kontekst menüsünün bütün komandaları sizə imtahanda düşür. Bir ikisi burada xaricisi, çünki mənim kompüterimə görə gəlib. Deməli, baxın, kontekst menünün birinci əmri view əmridir. View əmrinin bu hissəsində görürsünüz, belə bir ox işarəsi var. Bu ox işarəsi bu komandanın alt komandaları olmasını göstərir. Yəni, bunun içərisində başqa komandalar var. Deməli, biz bura daxil olanda view əmrinin, baxın, burada 6 dənə belə komandası var. Müəllimlər, large icons böyük ölçüdə, medium icons orta ölçüdə, small icons kiçik ölçüdə göstərmək. Baxın, iş masasındakı obyektləri fikir verin, burada fayllar və qovluqlar var. Görürsünüz, bunlardan söhbət gedir də, fayl və qovluqlar. Bunların ölçülərini biz iş masasının kontekst menüsündən dəyişə bilirik. Large icon etsəm, fikir verin, iş masasındakı bütün obyektlər çox böyük oldu. Kontekst menünü açıram, medium edirəm. Medium orta ölçüdə göstərir. Bu daha yaxşı ölçüdür. Bir də var iş masasının view əmrindən small icons, yəni daha kiçik ölçüdə göstərmə komandasından istifadə edirəm. Bunları yəqin ki, başa düşdünüz. Bunu ama çox yaxşı yadda saxlamalısınız ki, iş masasının kontekst menüsündə 3 dənə olur. Large, medium, small. Yəni ölçüyə görə 3 dənə nizamlama etmək olur. Məsələn, bayaq dedim Windows Explorer pəncərəsində orada biraz daha fərqli seçimlərimiz var. Orada daha fərqli seçimlər edərək ölçüləri dəyişə biləcək. Deməli, müəllimlər, view əmrinin 4-cü əmri auto arrange icons, ikonları avtomatik nizamla komandası. Baxın, belə bir görürsünüz, iş masamız belə səlqəsiz vəziyyətdədir. Hər bir ikon fərqli bir yerə atıram. İkonlar bunlardır da, yəni bu gördükləriniz ikonlardır. İndi buradan auto arrange ikon əmrini istifadə edirəm. Baxın, bu əmri yaxınlaşdırıram. Görürsünüz bu. Yəni uzaqlaşdırıram ki, real görəsiniz. Bunu vuranda gördünüz, ikonların hamısını sağ tərəfə yığdı. Fikir verdiniz, hamısı sağ tərəfə səlqəli formada yığıldı. Həm sağ tərəfə yığır, eyni zamanda ikonları sağ tərəfə kilitləyir. Baxın, bunu götürüb bu tərəfə aparmaq istəsəm, yerinə geri qaytarır. Görürsünüz? Ancaq bunları bir-birindən dəyişə bilərəm. Yəni, bundan digər hissiyə keçə bilmirəm. Görürsünüz, müəllimlər? Yəni, bunu sağa çəkmək mümkün deyil. Deməli, auto arrange icons əmri həm obyektləri sağa yığdı, eyni zamanda sola yığdı, daha doğrusu üzrü sayın. Eyni zamanda sola kilitlədi. Baxın, bu kilidi, bu işarə var ha, bu təsdiq işarəsi. Bunu buradan götürsəm,
O zaman mən obyektlərin səlqəli vəziyyətinə dəymiş olmuram. Yəni səlqəli olaraq qalır. Sadəcə olaraq mən bunu bu dəfə sağa apara bilirəm. Görürsünüz, istədiyim yerə apara bilirəm. Çünki kilidini artıq götürmüşəm. Gördünüz? Bu belə. İndi keçək digər komandalara. Align icons to grid. Müəllimlər, ikonları tor xətlərində nizamla deməkdir. Align icons to grid. Tor xətləri nədir? Baxın, bu hal-hazırda var. Görürsünüz, təsdiq işarəsi var. Deməli, bu aktivdir. Fikir verin, bax, burada fikir verirsiniz. İkonlar çox səliqəli şəkildə, hətta bunu belə kənara qoysam da, özünü atır yuxarı. Görürsünüz? Çünki baxın, bunu gətirirəm, məsələn, bu faili ortaya qoymaq istəyirəm, bax, bu ikisinin ortasındakı sətrə. Atır aşağı. Digərinə yaxın etsəm, atacaq bura. Bura gətirsəm, atacaq yuxarı. Çünki burada bizim görmədiyimiz əslində, baxın, qoyun onu belə qələmlə çəkim. Əslində burada bizim görmədiyimiz tor xətləri var. Baxın, müəllimlər, tor xətləri belədir. Baba. Demək ki, burada bizim görmədiyimiz, indi hamısını çəkmirəm. Bax, fikir verin. Belə cədvəl var. Bu cədvəlin xanaları var. Hər bir obyektdə fikir verirsiniz, bax bunları. Hər bir obyektdə, müəllimlər, bax bu xanalarda yerləşir. Ona görə mən buradan hər hansısa bir obyekti götürüb, baxın, bunu götürüb tutaq ki, bura gətirib ortaya qoymaq istəyirəm. Bu bunu xanada nizamlayır. Görünməyən xətlərdə nizamlayır. İndi mən istəyirəm ki, bu belə olmasın da, yəni bu tor xətlərini ləğv edeyim. Bu olmasın. O zaman nə edəcəyik? Gəlirik, mouse'un sağ düyməsini klikləyirik. View əmrinə daxil oluruq. Buradan gəlirik, Align icon to grid əmrini götürürük. Artıq deaktiv etdim. İndi baxın, müəllimlər. Gəlirəm bunu, fikir verin, baba, gəldim düz ortada. Şurada. Baxın, gətirdim, hətta bunun üzərinə qoydum. Sonra bunu gətirdim, məsələn, bax, bura qoydum. Yəni, istədiyiniz bir proqram açıldı, ona görə göstərmədim. İstədiyiniz bir yerə yerləşdirə bilirsiniz. Baxın, artıq tor xətləri olmadı, tor xətləri getdi. Bura qədər aydındır, müəllimlər. Sualınız var? Aydındır. Əla. Siz də sağ olun. Deməli, bura qədər qəşəng. Davam edək. Kiminsə sualı olsa, xahiş edirəm. Mikrofonu açın, sualınızı verin. Başa düşmədən keçməyin. View əmrini, bəli, müəllim, buyurun. Bu dediği desktop iş masası özü qovluqdur. Aha, bəli. Qovluğun içərisində də biz qovluqlar yaradırdıq da. Aha, İndi biz orada qovluqlar yaradanda dedik ki 255 simvol olmalı da adında. aha. Onda biz orada qovluqlara həddən artıq çox yaratsaq, iş masasına əlavə yaramayacaq, eləmi? Yox, yaranacaq müəllim. İş masası istisnadır. Baxın, iş masasında görürsünüz, bunların əslində adları 255-i keçib. Onu demək Amma istəyirəm. olur. Yəni, iş masası istisnadır. Çünki onu xüsusi olaraq yaradıblar, görürsünüz. Ona görə iş masasında o özəllik yox. Aydın. Çox sağ Olar. olun. Biz keçdik sizlə xüsusi qovluqlar. Məsələn, My Computer'dir, desktopdur, Recycle Bin'dir. O dediyimiz əlamət adi qovluqlara aiddir. İstifadəsini sonradan yaratdıqlarına. Xüsusi qovluqlara aidiyyatı yox. Aydın. Deməli, View komandasından bizim qaldı bir dənə Show Desktop Icons. Yəni tərcüməsindən də yəqin ki, müəyyən qədər başa düşürsünüz. İkonları iş masasında göstər. Baxın, bu təsdiq varsa ikonlar iş masasında göstərilir. İndi baxın, mən onun təsdiqini götürəcəm. Təsdiqi götürdüm, fikir verdiniz. İş masasında heç bir ikon qalmadı. Əslində iş masasında heç bir ikon qalmadı deyəndə, yəni biz sadəcə olaraq buradan götürdük, silmədik onları. Sadəcə buradan götürüldü. Sağ düyməni vururam. View əmrinin üzərinə gəlirəm. Baxın, Show Desktop ikonunun qabağındakı o işarə yox. İndi onun üzərində təzədən vururam. Fikir verdiniz, hamısı geri qayıtdı. Yəni, bunu kimlərsə zarafat etmək məqsədindən istifadə edə bilərsiniz. Və yaxud da kimsə sizin kompüterinizə daxil olanda buradakı obyektlərinizi görməyini istəmirsinizsə, o zaman istifadə edə bilərsiniz. Müəllimlər, bizim 1 dəqiqəmiz qaldı. Bir dəqiqədən də az vaxtımız qaldı.
Fasilə bitsin, 10 dəqiqədən sonra yenidən mən sizə link atacağım. Hamı qoşular, uşaqlar sizdə, müəllimlər sizdə. Bir dənə baxım görüm kimlər var qoşulanlar. Deməli, yaxşı.